Neftçalalı fermerlər əkdiyi pambıq sahəsində yığım apara bilmirlər. Onlar deyirlər ki, havalar kəskin dəyişsə də əziyyətləri hədər gedəcək. Niyə? Gəlin səbəblərini izləyək. Neftçalanın Şorkənd kəndində yaşayan Məhərrəmov qardaşları bir neçə nəfərdən torpaq icarəyə götürərək bu il ilk dəfə olaraq 5 hektardan çox sahədə pambıq əkini aparıb. Lakin qaydalardan xəbərsiz olduğundan pambıq əkini vaxtı hər hansı bir şirkətlə müqavilə imzalamayıblar. Hazırda sahədə məhsul bol olsa da yığım apara bilməyən fermerlərin dediyinə görə kombaynla bağlı dəfələrlə aidiyyəti quruma müraciət ediblər. Lakin müsbət cavab ala bilmədiklərindən pambıq sahələrdə yığılmamış qalıb. 5 hektardan çox pambıq sahə çəkmişəm. Müqaviləm yoxdur. Böyük çətinliklə, əziyyətlə yetişdirmişik pambığı. Pambıq Allah bərəkət versin, yaxşıdır. Ancaq yığa bilmirik. Qambaydan çətinlik çəkirik. Mən xahiş edirəm ki, yaxın gündə mənə qambay versinlər. Heç olmasa yığım, qoyduğum xərci, əziyyətimi istəmirəm. Heç olmasa qoyduğum xərci çıxardım. Müqaviləm yoxdur deyənə biraz yuvanı deyirlər ki, gözlə. Pambıq da tökülür. Hal-hazırda gördüyünüz kimi pambığın çoxsu yerdədir. Fermerlər əkin vaxtı ən məhsuldar sortlardan istifadə ediblər. Bu səbəbdən məhsul gözləniləndən də bol olub. Əkin üçün biz demək olar çiğdin ən yaxşısını, ən bahasını almışıq. Yəni öz pulumuzda. Biz zavodla müqaviləmiz yoxdur. Dərmanlar da necə lazımdır, hər şey qaydasında. Yəni məhsulumuz da yaxşıdır, yəni razıyıq hər şeydən. Yəni məhsuldan çox razıyıq, Allah bərəkət versin. Amma yığım olmasa bu məhsul töküləcək, yəni zay olacaq. Elə biz ikinci yığımda olmalıdır, birinci olmayıb. Yəni belə getsə biz qorxuruq, havanı da bilmək olmur, kənd yeridir, hər tərəf. Yəni bir də kiçik yağışla bütün yollar palçıq olur, qambay da ağır texnikadır, sahəyə girə bilməz. Gəlsə də məhsulu tapdalayıb zaylayacaq. Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan şifahi olaraq bildirildi ki, pambıq əkini aparan fermerin hər hansı bir şirkətlə müqavilə bağlaması lazımlı məsələdir. Əks halda bu cür ləngimələr baş verir. Kombaynlar hazırda sahələrdə işləyir. Mərhələli şəkildə müqavilə bağlayan fermerlərin sahələrində pambıq yığımı bitəndən sonra müqaviləsiz fermerlərə də kömək oluna bilər.